Salam hörmətli izləyicilər, Azi Xəbərin 2026-cı ildə ilk xəbər buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni ilin ilk günlərindən başlayaraq bir sıra yeniliklər, tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2025-2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. Universitetdə bakalavr səviyyəsində 30 ixtisas, magistr səviyyəsində isə 60 ixtisaslaşma üzrə imtahanlar keçirilir. İmtahanlar yazılı və yazılı şifahi formatda təşkil olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülüb. Şəffaflığın təmin olunması məqsədi ilə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imtahan prosesinə nəzarət həyata keçirilir. İmtahan sessiyası yanvarın 30-unda başa çatır. İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində səfərdə olub. Səfər çərçivəsində qonaqlar universitetin laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olub, müxtəlif görüşlər keçiriblər. Belə ki, qonaqlar universitetin tədris məsələləri üzrə prorektoru dosent Rıza Məmmədov ilə görüşüblər. Görüşdə ali təhsil müəssisələri və elmi qurumlar arasında elmi və akademik əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və gələcək birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Elmi tədqiqat işlərinin aparılması, elmi məqalələrin hazırlanması kimi məsələlər müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində görkəmli alim, Azərbaycanın mühəndis geoloqu, geologiya mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadəyə həsr olunmuş kitab sərgisi təşkil edilib. Sərgidə neftçi geoloq alimin həyat və elmi fəaliyyətini əks etdirən materiallar, fotoşəkillər, müəllifi olduğu kitablar, eləcə də onun haqqında yazılmış kitab və məqalələr nümayiş olunub. Tədbir çərçivəsində neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı, həmçinin dağ mühəndisi, geoloq ixtisaslarına dair 20-dən çox elmi və tədris materialı oxucuların istifadəsinə verilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ATS Food Məhdud Məsuliyyətli Cəmiyyət arasında əməkdaşlıq çərçivəsində tələbələrin sənaye mühitində tədrisinin təşkili üzrə yeni mərhələ həyata keçirilir. Layihə çərçivəsində universitetin qida mühəndisliyi ixtisasında təhsil alan 12 tələbənin ixtisas üzrə tədris olunan fənlərdən birinin bütün dərs prosesi müəssisənin istehsal bazasında təşkil olunub. Tədris prosesi zamanı tələbələr nəzəri bilikləri real istehsal prosesləri ilə əlaqələndirir, sənaye mühitində işləmə prinsiplərini öyrənir və ixtisas üzrə peşəkar bacarıqlarını inkişaf etdirirlər. Dərslər müəssisənin istehsal və keyfiyyətə nəzarət strukturuna daxil olan sağlam qida laboratoriyası, dərman laboratoriyası, bismak laboratoriyası və mikrobioloji laboratoriyasında aparılır. Pilot xarakter daşıyan bu təşəbbüs universitet sənaye əməkdaşlığının gücləndirilməsi, tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması və tələbələrin praktiki yönümlü biliklərlə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 20 yanvar faciəsinin 36-cı il dönümünə həsr olunmuş milli birlik və vətənpərvərliyin simvolu 20 yanvar adlı dəyirmi masa keçirilib. Universitet rəhbərliyi və professor müəllim heyəti əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 20 yanvar faciəsi şəhidlərinin universitetdə olan barelyeflərini ziyarət ediblər. Tədbiri giriş sözü ilə açan rektor dosent Rüfət Əzizov çıxışında 20 yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq iradəsinin sarsılmazlığının və azadlıq yolundakı birliyinin parlaq təzahürü olduğunu bildirib. Tədbir çərçivəsində 20 yanvar faciəsinə həsr olunmuş video çarx nümayiş etdirilib. Daha sonra çıxışçılar 1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə Bakıda baş verən qanlı hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıblar. Tədbir çərçivəsində iştirakçılar Kitabxana İnformasiya Mərkəzi tərəfindən təşkil olunmuş 20 yanvar faciəsi adlı kitab sərgisi ilə də tanış olublar.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov və universitetin professor müəllim heyəti 20 yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət ediblər. Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin tələbələri və bir qrup əcnəbi tələbə də 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı 20 yanvar şəhidlərinin və vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsi dərin ehtiramla yad edilib. Məzarları üzərinə gül dəstələri qoyulub. Bununla da ilin ilk AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.